220 nömrəli məktəb liseydə şagird intihara cəhd edib. Reallıq TV Oxaza istinadla xəbər verir ki, məktəbin 8-ci sinif şagirdi dərs zamanı 2-ci mərtəbədən özünü atıb. Bakı şəhər təhsil idarəsindən bildirilib ki, sözgedən hadisə ilə bağlı araşdırma gedir. 220 nömrəli məktəb liseyin 8-ci sinif şagirdi 2-ci mərtəbənin pəncərəsindən yıxılıb. Məktəb rəhbərliyi tərəfindən dərhal tibbi yardım çağırılıb. Şagirdə ilkin tibbi yardım göstərilib və səhiyyə müəssisəsinə aparılıb. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Məsələ ilə əlaqədar şagirdin valideynlərinə və aidiyyəti qurumlara məlumat verilir. Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb və müvafiq araşdırmalara başlanılıb. Həmçinin məktəb daxili araşdırma çərçivəsində şagirdin sinif yoldaşları və müəllimlərlə söhbət aparılır.